Yaxşıdır. Başladım. Bunu niyə əlimdə saxlamışam? Yaxama taxım da. Bir dənə zəhmət olmasa telefonu saxla. Dünya tarixinə yön verən ən önəmli hadisələrdən biri, bəlkə də birincisi, müharibələrdir desək, yəqin ki, yanılmarıq. Bir çox böyük kəşflər və ixtiralar hərbi sənayenin dinamikası ilə bağlıdır. Bu mənada ayaq basılmasında hərb tarixi ilə əlaqələndirsək, şübhəsiz ki, yanılmarıq. Belə ki, 2-ci Dünya müharibəsinin bitməsi ilə dünyada iki qütblük yarandı. Güc, SSR və ABŞ dünyanın yenidən bölüşdürülməsi mübarizəsinə başladı. Soyuq müharibə adı verilən bu mübarizədə kosmosun fəthi əhəmiyyətli rol oynamalı idi. İki nəhəng gücün didişməsi nəticəsi Aya insan çatdırmaq olan missiyanın, yəni Apollo proqramının icrası ilə nəticələndi. Hər nə qədər bu proqram kosmosu fəth etməkdən daha çox güc nümayiş etdirmək məqsədlə olsa da, böyük uğura kölgə salmaq olmaz. Proqramın təməli 1961-ci ildə dönəmin ABŞ prezidenti Kennedy'nin imzası ilə qoyuldu. 8 il ərzində uğurlu və uğursuz sınaqlardan, müxtəlif test mərhələlərindən keçən proqram nəhayət 1969-cu ildə xoşbəxt sonluqla nəticələndi. Missiyanın uğurlu icrası dünyada geniş rezonans doğurdu. Missiyanın uğurlu icra edilməsi dünya elm ictimaiyyəti və müxtəlif dövlətlər tərəfindən rəsmi səviyyədə təsdiq olundu. Hətta bu dövrdə ABŞ ilə münasibətlərinin gərgin olmasına rəğmən SSR də bu faktı təqzib edə bilmədi. Ancaq hadisədən 50 il keçməsinə baxmayaraq, bir qrup konspirolog bu faktı çürütdüyünü iddia edir və öz dırnaqarası argumentlərini dilə gətirirlər. Gəlin onların 5 əsas dırnaqarası argumenti və bu argumentlərə verilən cavablarla tanış olaq. 1. Ayda çəkilən fotolarda ulduzlar niyə görünmür? Əslində bu sualın olduqca sadə cavabı var. Az çox fotoqrafiya anlayışı olan adamlar bilir ki, əgər foto gecə çəkilibsə və tuşlanan obyekt yerdəki bir insan və yaxud da ki əşyadırsa, onda ulduzlar kadrda görünməyəcək. Ulduzların kadrda görünməsi üçün mütləq məruz qalmanı artırmaq lazım gələcək. Ancaq bu halda da kadrda ancaq fəza cisimləri parlayacaq. Qısacası, siz həm yerin, həm də göyün olduğu bir şəkil çəkmisinizsə və bunu məruz qalma etmədən cihazın avtomatik rejimində etmisinizsə, onda nəyi tuşlamısınızsa kadrada o düşəcək. Həm yerdəki, həm də göydəki obyektləri kadra salmaq istəyirsinizsə, onda gərək şəkli xüsusi bir proqramla birləşdirəsiniz. Keçək ikinci iddiaya. Yaxşı, bəs üfüq xətti niyə bu qədər yaxındır? Deməli, studiyada çəkilib. Bu sahənin eksperti deyilsinizsə, cavablandırılması çətin sualdır. Relyef, meyillilik və ərazi quruluşu üfüq xəttinin məsafəsinə ciddi mənada təsir edir. Məsələn, dünyada dümdüz bir sahədə dayanan 1.7 metrlik biri üçün üfüq məsafəsinin uzunluğu 4,7 kilometrdir. Fəqət yenə düz, ancaq kələkötür bir yerdəsinizsə, onda üfüq xətti daha yaxın görünəcək. Belə ki, olduğunuz yerlə 500 metr uzaqlıqdakı yer arasında hündürlük fərqinin 2-3 metr olduğunu düşünün və əgər boyunuz 1,7 metrdirsə, onda üfüq xəttinin uzunluğu sizin üçün maksimum 500 metr olacaq. Ələl xüsusda, əgər gördüyünüz 500 metrlik belin arxasında hündür dağlar, təpələr yoxdursa, onda gördüyünüz elə yaxın bir düz bel olacaq. İndi isə ayda olduğunuzu, boyunuzun 1,7 metr olduğunu nəzərə alın. Dünyada ən düz səth olan dənizdə belə üfüq xəttinin sizə 4,7 kilometr uzaqlıqda olacağını nəzərə alsaq, dünyanın 1/4 boyda olan ay səthində üfüq xəttinin uzaqlığı 4 kilometr olacaqdır. Ayda daha uzağı görə bilməzsiniz. Əgər görmək istəyirsinizsə, daha hündür bir yerə çıxmalısınız. Təbii ki, bütün bunlar dümdüz bir ərazi quruluşu üçün keçərlidir. Ay səthi isə normal ərazi quruluşuna uyğun olduğuna görə biləcəyiniz ən uzaq məsafə 500 metr olacaq. Hətta bəzi yerlərdə 150-200 metr olacaq. İddia 3. Yaxşı, bunları bildik. Bəs Van Allen quşağını necə keçiblər? Axı oradan insan keçə bilməz. Radiasiya adamı yandırar. İlk baxışda ağlabatan kimi görünən bu sualın cavabını bilmək üçün yenə sahənin eksperti olmaq vacibdir. Gəlin mütəxəssislərin dilindən bu sualın cavabını açıqlamağa çalışaq. Van Allen quşağı dünyanın maqnit sahəsi tərəfindən istiqamətləndirilən və bir qütbdən digərinə gedərkən kütləvi bir quruluş formalaşdıracaq şəkildə yığılmış kütlü hissəciklər və sərbəst elektronlardan ibarətdir. Üstəlik bu quşaq iki hissədən, yerə daha yaxın olan daxili və daha uzaq olan xarici hissədən ibarətdir. Daxili, yəni yerə daha yaxın olan hissə yüklü atom nüvəsindən, xarici, yəni daha yuxarıdakı hissə isə sərbəst elektronlardan ibarətdir. Quşaq qütblərdə nəzərə alınmayacaq qədər nazik, ekvatorda isə daha qalındır. Bunun səbəbi isə qütblərdə maqnit sahəsinin zəif, ekvatorda isə daha sıx olmasıdır. Günəşdən gələn yüklü hissəciklər maqnit sahəsində qütblərini formalaşdıran bu bölgədən keçərək dünya atmosferinə daxil olur və aurora dediyimiz qütb parıltılarını yaradır. Bu son fikir təbii olaraq ağlımıza belə bir ideya gətirir. Madam ki, qütblərdə maqnit sahəsi daha zəif, ekvatorda isə daha sıxdır, onda elə atmosferə də qütblərdən çıxaq da. Bəli, bu mümkündür. Qütblərdən edilən səyahətlə Van Allen quşağının
radiasiyasına məruz qalmadan və daha çox yanacaq sərf edərək kosmosa çıxa bilərik. Lakin Aya edilən səfərlərdə belə edilmədi. Belə ki, uşağın sıx olmadığı bir bölgədən keçmək şərti ilə olsa da, düz içindən keçildi. Və bu keçid 4 saata yaxın çəksə də, kosmonavtların qəbul etdiyi radiasiya miqdarı bir il ərzində bir əkinçinin günəş altında işləyərkən məruz qaldığı radiasiyadan elə də çox deyildi. Üstəlik nəzərə almaq lazımdır ki, onlar bu qurşaqdan keçərkən əyinlərindəki kosmik geyim və kosmik gəminin xüsusi örtüyü onları radiasiyadan onsuz da mühafizə edirdi. Həmçinin fotoçəkilişlər etmək üçün lazım olan qurğularda xüsusi qoruyucu örtüklə mühafizə olunurdu. Hələ işin gülməli bir tərəfi də var. Belə ki, adı çəkilən qurşaqları kəşf edən Van Allen heç vaxt insan bu qurşaqdan keçə bilməz deyə bir fikir səsləndirməyib. Əksinə, bölgədəki radiasiya miqdarının kosmonavtlara zərər verməyəcəyini dəfələrlə dilə gətirib. Bundan başqa, həmin bölgədən keçən süni peyklərdə radiasiyaya və kosmik hissəciklərə məruz qalmasına rəğmən hələ də işlək vəziyyətdədir. Xülasə, qurşaqlara fikir vermədən rahatlıqla içindən keçmək mümkündür. Dördüncü iddia da olduqca məntiqli səslənir. Yaxşı, deyilir ki, o boyda raketlə Aya gedilə bildi. Bəs qayıdarkən ayın səthinə necə qalxdılar? Ayın gravitasiyası kiçik bir kapsula səthdən ayrılmağa qətiyyən imkan verməz. Astroloqların hansı hesablamalarla bu nəticəyə gəldiyini söyləmək biraz çətindir. Ümumiyyətlə, onların dilə gətirdikləri dırnaqarası argumentlərin əsasən əsassız və hesablamalar aparılmadan edildiyini nəzərə alsaq, bu normaldır. Keçək işin hesablama tərəfinə. Əvvəlcə isə gəlin qiyabi şəkildə ay kapsulu ilə tanış olaq. Bu kapsul 2 hissədən ibarətdir. Alt modul və üst modul. Alt modul özündə enişi təmin etmək üçün eniş radarı, akkumulyator, motor, yanacaq və itələyiciləri ehtiva edir. 10 tonluq ağırlığın 8,2 tonu yanacaq və maye oksigendən ibarətdir. Əlavə olaraq soyutma funksiyasını yerinə yetirmək üçün 20 kiloqram helium və 150 kilo su tutumuna malikdir. Qeyd edim ki, bu kapsul ay səthində qalır, yəni oradan ayrılmır. Üst modul isə 2 kosmonavtın rahat yerləşə biləcəyi sahədən və qayıtmaq üçün kifayət edəcək yanacaqdan, həmçinin kommunikasiya sistemlərindən, dönüş motorları və itələyicilərdən ibarətdir. 4,7 tonluq ümumi ağırlığın 2,3 tonunu səthdən aralamaq üçün lazım olan yanacaq təşkil edir. Kosmonavtların olduğu bu modulun isitmə sistemi yoxdur. Daim günəş altında qalacağı üçün isitmə sisteminə ehtiyac duyulmayıb. Əvəzində isə soyutma sistemi var. Təbii olaraq, əgər daim açıq kosmosdasınızsa və günəş şüasına məruz qalırsınızsa, isidiciyə yox, soyuducuya ehtiyac var. Dönüş modulunun istehsal etdiyi itələyici qüvvə ayın gravitasiyası nəzərə alınaraq hesablandıqda ümumi ağırlığın 2,1 qədərdir. Müqayisə üçün qeyd edim ki, F-16 qırıcısının itələmə gücü öz ağırlığının 1,1 qədərdir. Məşhur Concorde təyyarəsinin isə 0,4 misli qədər olduğu müəyyən olunub. Yəni, motorlar işə düşdükdə modul çox tez bir zamanda sürətlənib, 160 km yuxarıda Ay orbitində onu gözləyən servis kapsuluna rahatlıqla çata biləcək. Beləliklə, Ay kapsulu 15 ton ağırlıqda ikən başladığı səyahəti yekunlayıb orbitdəki kapsula qovuşduğunda cəmi 2,3 ton ağırlığa malik olur. Servis kapsulunun ağırlığı isə 30 tondur və bunun çox hissəsində Aya çatma uğrunda bitirmiş idi. Təbii olaraq qalanını da qaydanda bitirəcək. Buna görə də artıq ağırlıq daşımağa ehtiyac yox idi. Kosmonavtlar orbitdəki kapsula keçdikdə daha işə yaramayan Ay kapsulunu atırlar. Dünyaya enişdən əvvəl isə servis kapsulu lazımsız vəziyyətə düşür. İdarəetmə modulu xaric, kapsulun qalan hissəsi isə kosmik boşluğa buraxılır. Əlqərəz, dünyaya 5 tonluq idarəetmə kapsulu xaric heç nə qayıtmır. Bütün bu məlumatlardan sonra keçək iddiamıza. Ay gedilmədiyini car çəkən konspiroloqlar israrla Ay kapsulunun ayın gravitasiyasından ayrılıb orbitə qalxa bilməyəcəyini iddia edirlər. Halbuki ayın gravitasiyası nəzərə alındıqda 6000 Newton itələmə qüvvəsi təmin edən 2,3 tonu yanacağı olan 4,7 tonluq bir kapsulun sürtünmənin də olmadığı bir mühitdə nəyə görə saniyədə 2,3 km sürətə çatıb 160 km yuxarıya qalxa biləcəyini izah edir. Bu iddianı da çürütdüyümüzə görə keçək 5-ci, yəni sonuncu dırnaqarası argumentimizə. İddia belədir. Madam ki, orada hava yoxdur, bayraq necə dalğalanır? Qəsdən bu gözəl sualı axıra saxladım. Aya gedilmədiyini iddia edənlərin əllərində bayraq etdiyi əsas iddialardan biri də məsələ budur. Bir olaraq bir çox insan bu fərziyyə inanıb, ay səfərlərinin gerçək olmadığına inanır. İndi möhtəşəm bir zəka örnəyi olan bu sualın cavabını verməyə çalışaq. Vizualdan bayrağın üst hissəsinin tellə dirəyə sabitlənmiş olduğu və bu səbəblə açıq qala bildiyi aşkar görünür.
Üstəlik ayda hava olmadığını bilən konspiroloqlar havasız bir mühitdə sallanan bir cismin külək müqaviməti olmadığı üçün yerdəkindən daha çox sallanacağını nəzərə almırlar. Üst tərəfdən telle sabitlənmiş olan bir bayrağın havasız bir mühitdə normaldan daha uzun müddət sallanacağı faktı isə təcrübə keçmədən də bilinə biləcək bir şey ikən, konspiroloqları inandırmaq üçün dünyadakı havasız mühitlərdə icra edilən təcrübələrdə də bayrağın eynən ay səthindəki kimi uzun müddət hərəkət etdiyi müşahidə edildi. Bu yazını daha da uzatmaq, daha çox təcrübə və faktlarla konspiroloqları tərk-silah eləmək olar. Ancaq elmin qərəzli və qəsdən həqiqətləri təhrif edən insanları inandırmaq kimi bir missiyası yoxdur. Elmin məqsədi elmi fikirlərimizi daha çox genişlətmək, yeni cığırlar açmaq və bəşəriyyətin qarşısında duran çağırışlara cavab verməkdən ibarətdir. Elmlə qalın, elmli qalın. Xudahafiz.